ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 28 fevral 2026-cı ildə başlayan Operation Epic Fury əməliyyatından bəri 13 Amerikalı hərbçi həlak olub, 365 hərbçi isə yaralanıb. Global Net xəbər verir ki, bu barədə informasiyanı The Wall Street Journal nəşri Pentagonun məlumatlarına istinadən yazıb. Yaralananların ən böyük hissəsini quru qoşunlarının hərbçiləri 247 nəfər təşkil edir. Onlardan başqa 63 hərbi dənizçi, 19 dəniz piyadəsi və 36 hərbi hava qüvvələri əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Qərb mediasının yazdığına görə, son günlər ABŞ-ın 2 hərbi təyyarəsinin sıradan çıxması və İranda itkin düşən ekipaj üzvü ilə bağlı axtarış əməliyyatı bu rəqəmlərə diqqəti daha da artırıb. Reuters və digər nəşrlər bildirir ki, müharibə başlayandan bəri ABŞ itkiləri həm siyasi, həm də hərbi müstəvidə əlavə təzyiq yaradır.